Hə. Salam əziz uşaqlar. Bu günlər mürəkkəb adlar mövzusundan dərsimizə davam edəcəyik. Mürəkkəb adlar yazılarsın ki, sözləşmələri şəklində olur. Ümumiyyətlə bütün mürəkkəb adlar sözləşməsi sayılır. Və yazılarsın ki, mürəkkəb adlar ayrı yazılır. Mürəkkəb adların bir sıra yazılış qaydaları var ki, bu günləri onları öyrənəcəyik. Nədir uşaqlar? Birinci addır, soyaddır, təxəllüsdür, ləqəbdir, nisbədir. Bu kimi sözlər yanındakı köməkçi sözlərdən başqa, yəni bəy, oğlu, qızı sözlərindən başqa böyük hərflə yazılır. Məsələn, Nizami Gəncəvi, İmaməddin Nəsimi, Uzun Həsən, Mehdi Hüseynzadə və s. Amma xan qızı Natəvan nümunəsi, məsələn, qızı sözü köməksiz olduğu üçün kiçik hərflə yazılır. Üzeyir Əbdülhüseynoğlunda bəy sözü köməksiz olduğu üçün böyle kiçik hərflə yazılır. Sonra uşaqlar, nəzərdə çatdırır ki, xüsusi isimləri cəmşirçi qəbul etdikdə böyük hərflə yazılır. Məsələn, Mübariz İbrahimovlar, Həzə Aslanovlar, Nizamilər, Füzulilər, bunlar böyük hərflə yazıla bilirlər, yəni cəmşirçi qəbul edənlər. Tarixi hadisələrdir, dövrlərdir, eləcə də qədim yazı abidələrinin birinci sözü böyük hərflə yazılır. Azadlıq meydanı, Bələncər döyüşü, Dəmir dövrü, Orxun Yenisey abidələrində uşaqlar Orxunda böyük hərflə yazılır. Yeniseydir, çünki hər ikisi abidənin adıdır. Səfavilər sülaləsi, Şuşa qalası, Versal sülhü, Vətən müharibəsi, 7 illik müharibə və s. Bunlarda hamısı böyük hərflərlə yazılır. Diqqətli olasınız. Məsələn, uşaqlar, paleolit dövründə paleolitdə böyük yazılır, dövrü kiçik hərflə yazılır. Amma qabağına hər hansı bir söz artırılanda orta paleolit dövrü, onda orta sözdə böyük hərflə yazılır. Məsələn, Tunc dövrü yazılanda Tunc böyük hərflə yazılır, dövrü də balaca yazılır. Amma son Tunc dövrü olanda son sözlər böyük hərflə yazılır. Sonra uşaqlar, gəlirik hara? Ölkələrdir, muxtar respublikalardır, vilayətdir, diyarlardır. Bunların rəsmi adları hamısı böyük hərflə yazılır. Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirliyi, Rusiya Federasiyası, Naxçıvan Muxtar Respublikası, Türkiyə Cumhuriyyəti böyük hərflə yazılır. Ali dövlət vəzifələri var uşaqlar. Baxın. Ali dövlət vəzifələri. Azərbaycan Respublikasının prezidenti hamısı böyük hərflədir. Azərbaycan Respublikasının birinci vitse-prezidentində birinci böyük hərflə, vitse-prezidenti kiçik hərflə yazılır. Azərbaycan Respublikasının baş nazirində baş sözü böyük hərflə, nazir sözü kiçik hərflə yazılır. Ümumiyyətlə, nazir sözü bütün hallarda kiçik hərflə yazılır. Azərbaycan Respublikasının Milli Məclisində Milli Məclis böyüyən, sədr sözü isə kiçik hərflə yazılır. Bundan başqa səmavi kitablardır, Qurandır, Bibliyadır, Əhd-i Cədiddir, Əhd-i Ətiqdir, İncildir, Tövratdır, Zəburdur. Bunlar da yazılsın ki, böyük hərflə yazılır. Sonra keçirik hara? Dövlət orqanlarıdır. Dövlət orqanları birlikdir, cəmiyyətdir, akademiyadır, universitetdir, kollecdir, teatrdır, filarmoniyadır, siyasi partiyalardır. Bunların yazılışına baxaq. Və Azərbaycan Respublikasının Nazirlər Kabinetində hər ikisi böyük hərflə yazılır. Azərbaycan Respublikasının Milli Məclisin sədri böyük hərflə yazılır. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, nazirlik sahə adı olduğu üçün böyük hərflə yazılır. Nazir sözü bütün hallarda kiçik yazılır, nazirlik sözü isə bütün hallarda böyük hərflə yazılır. Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının Nəsimi adına, bu adına sözü köməkçi sözü kiçik hərflə yazılacaq. Dilçilik İnstitutu. Yadırlar mı? Bakı Dövlət Universiteti, universitetlərin adı hamısı böyük yazılır. Sonra mərkəzlər. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi böyük hərflə yazılacaq. Dövlət İmtahan Mərkəzi böyük hərflə yazılacaq. Sonra yeni azulan partiya. Partiyaların adı hamısı böyük hərflə yazılır. Sonra Azərbaycan Respublikası səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xidmətlərin adları da yazılsın ki, böyük hərflə yazılır. Aydın oldu mu? İcra hakimiyyətləri böyük hərflə yazılır. Bakı şəhər İcra hakimiyyəti, Lənkəran rayonu İcra hakimiyyəti böyük hərflə yazılır. Azərbaycan Dövlət Filarmoniyası, filarmoniya böyük hərflə yazılır. Azərbaycan Respublikasının Dövlət Dram Teatrı, bu da böyük hərflə yazılır. Davam edirik uşaqlar. Keçirik hara? Dövlət rəmzlərini yazdırsın ki, həmçinin tərkibində gün sözü olan, tərkibdən düşən əlamətlər günləri. Azərbaycan Respublikasının dövlət himni böyük hərflə yazılır. Ümumiyyətlə, tərkibində gün sözü olan bütün sözlər, gün sözü olan bütün belə deyim, mürəkkəb adlarda hamısı böyük hərflər. Beynəlxalq ana dili günü, Beynəlxalq qadınlar günü, Dünya Azərbaycanlıların həmrəylik günü, Konstitusiya günü, Milli Dirçəliş günü, bunlar hamısı gün söz daxil olmalı, bütün sözlər böyük hərflə yazılır. Məşhur tarixi gündür, bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır. Bax, diqqətli olun. 20 yanvar yazılsın ki, 20 yanvarda 20 sözü böyük hərflə yazılır, yanvar yazılsın kiçik hərflə yazılır. Bu hərflə yazılanda belədir. 28 may Respublika bayramında
28 mayda yazılsın ki 28 sözü 20 sözü bölünən 8 balaca ilə mayda balaca ilə yazılır. 8 Mart Beynəlxalq Qadınlar Günüdür, əlamətlər günüdür. 8 bölünən martisi balaca ilə yazılır. Qurban bayramında qurban böyük yazılır, bayram balaca ilə. Novruz bayramında Novruz böyük yazılır, bayram balaca ilə. Amma həmin günlər yazılasın ki, rəqəmlərlə yazılanda artıq dəyişir. Məsələn, 20 yanvar uşaqlıq sözlə yazanda belə yazmışdı. Amma rəqəmlə yazanda 20 sözü, yanvar sözü də onun yanında necə yazılır? Böyük hərflə yazılır. Aydın oldu mu? Sonra 28 may burada necə yazmışdıq? 28-də hərflə yazıldığı üçün may sözü kiçik yazılmışdı. Amma rəqəmlə yazıldığı üçün may sözü böyük yazılır. 8 mart burada may sözü hərflə yazıldığı üçün kiçik yazılmışdı. Amma burada yazılsın ki, rəqəmdən gəldiyi üçün böyük hərflə yazılır. Sonra davam eləyək inşallah. Keçdik. Azərbaycan Respublikasının Səhiyyə Naziri. Səhiyyə Naziri yazdırılsın ki, nazir sözü kiçik hərflə yazılır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri yazılsın, kənd sözləri təsərrüfat növzdə, nazir sözdə balaca yazılır. Vəzifə ümumiyyətlə sahə bildirən nazirlik sözləri böyünən, vəzifə bildirən nazir sözü isə kiçik hərflə yazılır. Tərkibində liseydir, gimnaziyadır, vəqfdir, məktəbdir, fakültədir, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, ikinci söz isə kiçik hərflə yazılır. Avropa liseyi, Dəyanət vəqfi, humanitar fənlər gimnaziyası, humanitar siyasi məsələlər şöbəsi. Şöbə sözünə inşallah baxaq. Şöbə sözü yazılsın ki, böyük bir qurumu təmsil edəndə böyük hərflə yazılır. Amma kiçik bir qurumu təmsil edəndə kiçik hərflə yazılır. Bəyaları nədir? Məsələn, təhsil şöbəsi yazsaq, Lənkəran rayon təhsil şöbəsi, onda şöbə sözü böyük hərflə yazılır. Amma icra hakimiyyəti tərkibində torpaq şöbəsi və ya humanitar məsələlər siyasət şöbəsi olanda isə kiçik hərflə yazılır. Məsələn, Lənkəran rayon polis şöbəsi. Polis şöbəsi yazılanda polis şöbəsi böyük qurum olduğu üçün şöbə sözü böyük hərflə yazılır. Aydın oldu mu? Məsələn, xəstəxananın tərkibində cərrahiyyə şöbəsi olanda isə necə yazılır? Kiçik hərflə yazılır. Uşaq Gəncə Şahmat məktəbində yazılsın ki, birinci sözümüz böyük hərflə yazılır, uşaq sözü. Bakı Dövlət Universitetinin universitet adı böyük hərflə yazılacaq. Filologiya fakültəsi, fakültənin adı da böyük yazılır, fakültə sözü isə kiçik yazılır. Nəsimi adına Dilçilik İnstitutu. Nəsimi böyük yazılır. Adına sözü köməkçi sözümüz olduğu üçün kiçik yazılır. Dilçilik İnstitutu böyük yazılır. Terminologiyada böyük yazılır. Şöbə sözü isə necə yazılır? Kiçik hərflə yazılır. Burada çap səhvlidir yəqin ona görə. Sonra davam edək. Tərkibində okeandır, dənizdir, çaydır, göldür, şəhərdir, rayondur, prospektdir, xiyabandır, adadır, düzdür, burundur, boğazdır. Bu kimi sözlərdə hamısı birinci hərfi böyük hərflə yazılır, ikinci isə kiçik hərflə yazılır. Sakit okean, Xəzər dənizi, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi, Viyan kəndi, Babək prospekti, Azadlıq meydanı, Mir Mustafa xan küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsində ehtiyatlı olan xatun sözü kiçik hərflə yazılır. Şirvan qurğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynəburnu və s. Birinci hərfimiz böyünən, ikinci isə kiçik hərfləri yazılır. Fəxri adların ilk sözü böyük, sonraki hərfləri isə kiçik hərflə yazılır uşaqlar. Əməkdar müəllimdə, əməkdar böyünəndə, müəllim balaca ilə. Əməkdar incəsənət xadimində, əməkdar böyünəndə, incəsənət xadimi balaca ilə. Xalq şairində, xalq böyünəndə, şair balaca ilə. İstisnamız var 2 dənə sözümüzdə. Azərbaycan Respublikasının yazısı milli qəhrəmanı, bir də Sovet İttifaqı qəhrəmanı, bütün sözlər böyük hərflə yazılır. Ordendir, medaldır, bədii əsərdir, operadır, baletdir, kinofilmdir, qəzetdir, jurnaldır, kinoteatrdır, restorandır, kafedir, mehmanxanadır, nəşriyyatdır. Bunlar olanda isə yazılsın ki, birinci söz dırnaq içində böyük hərflə, ikinci söz yanında dırnaqsız yazılır. Baxın zəhmət olmasa, vətənə xidmətə görə ordeni. Ordenin əsas özəl hissəsi dırnaq içində yazılır, birinci hərfi böyük hərflə yazılır, orden sözü yanında balaca yazılır. Dövlət qulluğuna fərqlənməyə görə medalı. Baxın inşallah. Dövlət qulluğunda fərqlənməyə görə dırnaq içində olacaq, medal isə yanında balaca ilə. Ata və oğul povesti əsərin adıdır. Ata və oğul dırnaq içində, povest yanında balaca ilə. 7 gözəl baletində, 7 gözəl dırnaq içində, balet isə balaca. Uzaq sahillərdə filmində
Uzaq sahillərdə filmin adıdır. Dırnaq içində, film yanında. Azərbaycan qəzetində qəzetin adı dırnaq içində, qəzet sözü yanında dırnaqsız. Dostlar kafesində dostlar sözü dırnaqda, kafe sözü dırnaqsız. Bahar mağazasında bahar sözü dırnaqda, mağaza sözü dırnaqsız. Badamlı mineral sularında badamlı dırnaq içində, mineral suyu sözü isə kiçik hərflə yazılır. Dırnaqda yazılan belə adlara birdən şəkilçi artırmaq olanı lazım olanda həmin şəkilçi dırnaqdan çöldə yazılır. Məsələn, Xalq qəzetinin bugünkü nömrəsinin şəkilçisi dırnaqdan çöldə yazıldı. 7 gözəlin ilk tamaşası, bu da in şəkilçisi, yerli yaş şəkilçisi, o da dırnaqdan kənarda yazıldı. Bundan başqa uşaqlar Mirzədir, Hacıdır, Şeyxdir, Seyiddir, Xandır, Sultandır, Bəyimdir. Bu kimi sözlər ləqəb və titul bildirdikdə bu da diqqət olmaq lazımdır. Əgər birinci tərəfdə olacaqsa böyük hərflə yazılacaq, ikinci tərəfdə olacaqsa kiçik hərflə yazılacaq. Hacı Qara, Mirzə Fətəli, Nadir Şah, diqqətli olun. Şah sözü ikinci tərəfdə olanda kiçik hərflə yazılır. Seyid Əzim, ondan Seyid Əzim Şirvanı, Şah İsmail, burada Şah sözü yazılsın ki, burada kiçik hərflə yazılmışdı, ikinci tərəfdə idi. Burada isə birinci tərəfdə olduğu üçün böyük hərflə yazılacaq. Ağadır, bəydir, xandır. Bu insanların tərkib hissəsi kimi olanda kiçik hərflə yazılır. Yəni bunlar isim sayılırlar. Məsələn, ağa bəy sözü o bitişik yazılanda olur mürəkkəb isim, ayrı-ayrı yazılsa nə olacaq? Olacaq mürəkkəb ad. Yadda qalarmı? Sonra həmin sözlər adlara qoşularaq titul kimi də ayrı yazıla bilər. Məsələn, Abbasqulu ağa, Başxana, bu da kiçik hərflə yazılacaq. Nəcəf bəy Vəzir, bu da kiçik hərflə yazılacaq. Fətəli xan Xoyski kiçik hərflə yazılacaq. Fatma xanım Kəminə, burada da kiçik hərflə xanım sözü kiçik hərflə yazılacaq. Belə, bugünkü dərsimiz bu qədər uşaqlar. Növbəti dərslərdə görüşənədək. Sağ olun.